bir nəfər Seyyid Rəhmani, kulli hafizi Qur'andır. Bizdə mədrəsədə dərs deyirdi. Tələbələrdən də çoxu, xüsusən də Hacı Ruslan qardaşımız da ustadı olub tanıyır. Kulli hafizi Qur'andır. Nəhcül Bəlağanı əzbər bilirdi. Nə qədər dərs kitablarını əzbər bilirdi. Özü bizə danışdı, dedi Təbrizdə bizim yaxın adamlardan birin ayı yiyəndə və cəryanı çox uzundur, danışmıram. Ayı yiyəndə bunu deyir, özdə belin sındırır ay adamın. Ondan sonra başlayır məzələnməyə ondan. Ta nə axır-axırda da biraz yer çıxır gedir. Deyir, ay belimi sındıranda, ayının da pəncəsi çox güclü olur axı. Deyir, pəncəsin belimi sındıranda pəncəsi ilə bir dəfə qışqırdım, ya Əbəlfəz. Deyir, ya Əbəlfəz, gördüm belimdən ağırlıq götürüldü. Baxdım, gördüm, ayı durdu. Üz gözümü də o qədər cırmaqlayıb, qanın içindəyəm. Çevirdi, deyir, əlimdə, üzümdə, sinəmdə, qarnımda nə qədər yaralar var, hamısını yaladı, qurutdu. Sürüdü, çəkdi, getdi məni. O adam yaşayır ha. Bu hadisə ki, kimin başına gəlib, 5-6 il bundan qabaq ki, mənə danışıblar, onda yaşayırdı. Da indi bu pis adamların üzündən Allah onu da qoymadı, qalmağa götürdü, apardı deyənmərəm. Çəkdi, çıxartdı yolun qırağına. Oturdu mənim yanımda. O qədər oturdu ki, gördü o əndən 5-6 nəfər gəlir ki, gəlin mənə yəduracaqlar. Onlar da aynı görən kimi biri gülləni çıxartdı, biri nə bilim yabanı çıxartdı, qaçdı, durdu deyir təpənin üstündə. Adamlar gəldi deyir, məni diri görəndən sonra da ayıya gəlib məni götürdülər. Götürdülər, mən də deyir, biraz elə şoka düşmüşdüm, biraz bir adamın belin ayı basa əziyyəti olar da, nəsə gəldim, çıxdım bu. Baxın, Allahın ayısı Əbəlfəzin adı gələndə, görürsən, neyinir? Yapış o Əbəlfəzinə təyindən. Möhkəm, ta at yerinə şah oynanan dünyada bu fəsadla neynəyəsən? Bir nicət tapasan.